Salam əziz şagirdlər, 19 oktyabr 2025-ci tarixində 10-cu sinif 3-cü qruplar üçün keçirilmiş hədəf sınavının sualları ilə tanış olaq. 31-ci sualda uyğunluq pozulmuşdur. Sosial və əmək bərabərsizliyi yarandı. Erkən-Tunc bu doğru cavabdır. İlk metal kəşf olundu, mezolitdə deyil, eneolit dövründə. Bu isə misizi. Səhv olan variant B variantıdır. 32-ci sual, qədim dövlətlər Manna və İskit aid xüsusiyyətləri seçməliyik. Azərbaycanın şimalında yaranmış ilk dövlətimiz Manna deyil, Albaniyadır. Canişinlik sistemi bəli, İranzudan etibarən dövlətin dağılmasına qədər Mannada mövcud olmuşdur. Əhəməni dövlətinə qarşı mübarizə aparmayıb, Midiyaya qarşı mübarizə aparmışdır Manna. İskitlərə aid xüsusiyyət, varlığına Midiya tərəfindən bəli, eradan əvvəl 590-cı ildə son qoyulmuşdur. Doğru cavabdır. 6-cı əsrin sonları deyil, əvvəlidir. Bu 590-cı il süqutu. Hökümdarlardan biri Kiaksar olmuşdur. O Kiaksar Midiya hökümdarıdır. İskit şahı isə İşbakay idi. 1B, 2D doğru cavab C'dir. Erkən Tunc dövründə fərqli olaraq Orta Tunca aid xüsusiyyət ictimai əmək bölgüsü baş vermişdir. Erkən Tunc dövründə birinci, Orta Tunc dövründə ikinci ictimai bölgüsü baş verib. Bu fərqli deyil, oxşar xüsusiyyətdir. Süni svarma yaranmışdır. Süni svarmanın yaranması Erkən Tunca aiddir. Bizdən isə Orta Tunca aid xüsusiyyət istəyir. İnsanlar kollektiv halda yaşamışdır. Demək, həm qəbilə, həm tayfa quruluşunda kollektiv fəaliyyət növü vardır. Bu da hər ikisinə aid xüsusiyyətdir. Çünki həm Erkən, həm Orta Tuncda insanlar tayfada yaşayırdı. Bu da kollektiv fəaliyyətdir. Dairə planlı ibarət evləri inşa edilmişdir. Bu, Erkən Tunc dövrünün ibarət evlərinin yaradılmasına aid xüsusiyyətdir. Bizdən isə Orta Tunca aid xüsusiyyət istəyir. Sənətkarlıq müstəqil sahə çevrilmişdir. Bəli, bu ikinci ictimai əmək bölgüsünün nəticəsi idi və Orta Tunca aiddir. Daha sonra baş vermişdir. Yuxarı Misirin ölkəni vahid şəkildə birləşdirməsi eradan əvvəl 4-cü minin sonları. Misirin Het padşahlığı ilə mübarizə başlaması eradan əvvəl 13-cü əsr 2-ci Ramzesin dövrü. Şumer şəhər dövlətlərinin yaranması eradan əvvəl demək 4-cü minin sonu, 3-cü minilliyin əvvəlləri. Arədən Hindistana hücumu eradan əvvəl 2-ci minillik. Hindistanın ilk dövlətdən yaranması eradan əvvəl 1-ci minliyə aiddir. 1-ci min əvvəlləri. Bu cür test tapşırıqlarını yazarkən, əziz şagirdlər, əgər hansısa bir il və ya əsr varsa, digərləri kimi onda minliyə çevirməliyik. Yəni, B variantı 13-cü əsr desək, onu minliyə çevirsə, eradan əvvəl 2-ci minlikdə deyə bilərik. 2-ci minliyin 2-ci yarısı. Daha sonra baş vermişdir dediyinə görə bizə ən yaxın olan dövrü, yəni eradan əvvəl 1-ci minliyə aid olan xüsusiyyəti E variantını seçəcəyik. Çində Sin və Xan sülaləsina aid oxşar cəhət elə A variantıdır. Bunlara qarşı mübarizə. Koreyanın işğalı Xan sülaləsi dövrünə aiddir. Böyük Çin səddi Sin sülaləsinə aiddir. İpək yolu Xan sülaləsinə aiddir. Ölkənin iki dəfə vilayətə bölünməsi də Sin sülaləsinə, Sin Şuandiyə aid xüsusiyyətdir. Xırna döyüşün nəticəsində bildiyimiz kimi bu döyüş eradan əvvəl 338-ci ildə baş vermişdir və Makedoniya tərəfindən, 2-ci Filip tərəfindən Yunan şəhərlərinin bir çoxunun varlığına son qoyulmuşdur, müstəqillik itirilmişdir. Sparta şəhər dövləti müstəqillik qoruyub saxladı, bəli, bu doğru cavabdır. Bütün Yunan şəhər dövlətləri deyil, yalnız Sparta müstəqillik qorunmuşdur. Yunan şəhər dövlətləri məğlub oldu, bəli, doğru cavabdır. 1-3. Yunanların Artan ərzində hegemon dövlətə çevrilməsi eradan əvvəl 5-ci əsrə aiddir. Bu 5-ci əsrdə Əhəmənilər üzərində qələbə sonrası. Aşağıda verilənlər hansı hökmdara aiddir? İskit hökmdarı İşbakay ilə müttəfiq olmuşdur, Asura qarşı mübarizə aparmışdır. Bu Manna hökmdarı Aşin xüsusiyyətləridir. Verilənlərin aid olduğu ərazinin xəritədə müəyyən edin. Qayasutu təsvirləri ilə məşhurdur. Mezolit dövrünə aid tapıntılar rast gəlmişdir. Mezolit deyirsə iki yer var, Qobustan və Damcılı var. Bu dövrün düşərgələri olaraq və Norveç alimi dedikdə artıq Tur Heyerdal nəzərə tutulur və bu məlumat daha da konkretləşir. Söhbət Qobustandan gedir. Qobustan isə xəritədə 1 olaraq qeyd olunmuşdur. Digər yerlər burada 2 Naxçıvandır, 3 Qusardır, Qusar, 4 Şamax ərazisidir, 5 isə Şəki ərazisidir. Doğru cavab 1-dir, B variantı. Eradan əvvəl Böyük Hun dövlətinə aid yanlış fikri müəyyən edin. Eradan əvvəl 1-ci əsrdə 2 hissəyə parçalanmışdır. Bu doğrudur. Eradan əvvəl 8-ci ildə Qərb və Şərq Hun dövlətinə bölünmüşdür. Çin şimal hissələrini ələ keçirmişdir. Bəli, eradan əvvəl 200-cü ildə bağlamış Pinçen sülhünə əsasən Çinin şimalı Hunlara verilmişdir. Bunlar doğru cavablardır. Yanlış cavab varlığına Yunanlar tərəfindən son qoymuşdur. Xeyr, Böyük Hun dövlətinə Çinlilər son qoyub. Dövlətin başında En adına kahin dururdu. Bu isə Şumerlərə aid xüsusiyyətdir. Böyük Hun dövlətində hökmdar En deyil, Tanhu adlandırılırdı. Yanlış cavab 3 və 4 E variantı.
Eradan əvvəl 2-ci minliyə aiddir. Hindistanın kastaların yaranması 12-11-ci əsrlərə aid xüsusiyyətdir. 12-11-ci əsr minliyə çevirsək, 2-ci minillikdir. Biri götürürük. Fif şəhərinin paytaxta çevrilməsi, bəli, bu 2-ci minlik xüsusiyyətidir. 2-ci Ramzesin Hitlerlə sülh imzalaması eradan əvvəl 13-cü əsrdə bağlanmış Kadeş sülhündən söhbət gedir. 13-cü əsrdə 2-ci minliyin ikinci yarısıdır. Cavabımız 1, 2, 3. Digərlərinə baxaq. Afina şəhər dövlətinin yaranması eradan əvvəl 8-ci əsr. 8-ci əsr 1-ci minillik deməkdir. Şumer şəhər dövlətinin yaranması eradan əvvəl 4-cü minliyin sonu, 3-cü minliyin əvvəlləri dövrünə aiddir. 41-ci suala baxaq. Miqyasın yaranması eradan əvvəl demək 3-cü minillik Şumerlərə aid xüsusiyyətdir. Arilərin Hindistana köçü 2-ci minliyə aiddir. Yunanıstana koloniyana salma başlanması 8, bitməsi 6-dır. Başlanma dediyinə görə 8-ci əsri nəzərdə tutur. Çində vuruşan padşahların bitməsi 4-cü əsrdə başlayıb, 3-cü əsrdə Vahid dövlətinin yaranması ilə başa çatıb. Demək 3-cü əsr. Solon islahatlar isə eradan əvvəl 594-cü ilə aid xüsusiyyətdir. Sualda bizdən cədvəldəki hadisələrdən hansıların yerini dəyişsə, xronoloji ardıcıllığın doğru olduğunu soruşulur. Variantlara baxsaq görərik ki, ardıcıllıq demək 4 və 5 rəqəmlərində yerləri dəyişilərsə doğru olmuş olar. 42-ci suala bax. Astiaqın hakimiyyət dövrünə işğallar dayandı. Hərbi qənimətlər hesabına yaşayan döyüşçülər və əyanlar bu vəziyyətdən narazı idilər. Eyni zamanda Astiaq maqlarla yaxınlaşdı. Midiya dövlətinin sonuncu hökmdarı 585-550-ci illərdə hakimiyyətdə olmuş Astiaqdan söhbət gedir. Mətndə verilən hadisənin nəticəsində nəticə etibarilə bildiyimiz kimi Astiaqa qarşı əyanlar narazılığı səbəbi ilə demək 2-ci Kir 553-550-ci illərdə babası Astiaqa qarşı üsyan qaldırır. Doğru cavab D variantıdır. Anubaninin hakimiyyət dövrünə aiddir. Anubanini bildiyimiz kimi Lulubi dövlət qurumunun ən qüdrətli hökmdarı idi. Hətta onun qələbə sütunu adlı abidəsi var idi və Anubaninin hakimiyyət dövründə dövlətin əraziləri, sərhədləri xeyli genişlənmişdi, dövlət qüdrətlənmişdi. Burada doğru cavab demək dövlət qurumunun ərazisinin genişlənməsi, belə ki, əraziləri İran körfəzindən Diyala çayına qədər uzanırdı. Daha doğrusu Urmiya gölündən. İran körfəzi yox, Urmiya gölü, üzr sayın. Manna hökmdarı İranzu və Ullusunu nihayət oxşar cəhət bizdən soruşulur. Bildiyimiz kimi həm İranzu, həm Ullusunu Assurla müttəfiqlik münasibətləri saxlamışdı. İlk vaxtlar Urartu meyli siyasət yürütmüşlər. İranzuyu deyil, yalnız Ullusuna aid xüsusiyyətdir. 7-ci əsrdə Manna idarə etmişdir. Ullusunu bəli, çünki onun hakimiyyətləri 716-680-dir. Amma İranzu 8-ci əsrdə 747-19-cu illərdə dövlət idarə edib. Bu 7-ci əsr yalnız Ullusuna aid oldu. Mannada canişinliyi yaratmışdır yalnız İranzu. Urartu ilə hərbi ittifaqı bərpa etmişdi heç biri. Çində sarsaqlar üsyanı hansı suala qarşı çevrilmişdi? Bildiyimiz kimi sarsaqlar üsyanı bizim İran 184-cü ildə baş verib və Xan sülalası qarşısına baş vermişdir. Aşağıdakilərdən hansını daha əvvəl baş vermişdir? Manna kiçik Midiya adlanma başlanması elə onun süqutu ilə olur. Midiyanın kiçik Midiya adlanan ərazisi elə Manna torpaqları idi. 590 Kaştarinin İskit ordusu döyüşdə həlak olması eradan əvvəl 653. Əhəmənilərin süqutu eradan əvvəl 500, daha doğrusu 330. Midiyada Assur əlalarına son qoyulması demək Kaştarı üsyanına söhbət gedir. 673-72 və müstəqilliyə nail oldu Midiya. Qavqamiya döyüşü eradan əvvəl 331-ci ildə baş verib. Bizdən daha əvvəl soruşulduğuna görə demək biz doğru cavab olaraq D variantını götürməliyik. Qəblə icmasının mövcud olduğu dövrə aiddir. Qəblə bildiyimiz kimi erkən, daha doğrusu üst paleolit dövründən yaranıb, erkən Tunc dövrünə qədər mövcud olmuşdur. İlk insan kollektivi demək ulu icmadır. Ulu icma isə alt paleolit dövrünə aiddir. Yəni qəblə deyil, həmin vaxtı ulu icma idi. Xış əkinçiliyi mövcud olması, xış erkən Tuncda yaranıb. Bu qəblənin deyil, tayfanın xüsusiyyətidir. Burada toxa yazılmalı idi. Neandertal insanın yaranması doğru cavabımız budur. Çünki Neandertal insan orta paleolit doğrusu yox. Bu ulu icmaya aiddir. Üzr hesab edin. C variantda olmaz. Saxsı qabların hazırlanması duluçluqdan söhbət gedir. Bu neolit dövrünün xüsusiyyətidir. Neolit dövründə qəbilə quruluşunun mövcud olduğu üst paleolit və erkən Tunc dövrləri aralığına düşdüyünə görə cavabımız D variantıdır. Ulu icma yenə də alt paleolitə aiddir. Bu dövrdə də yenə demək qəbilə mövcud deyildi. Dorilərin yürüşlərinin nəticəsində dağılmış mədəniyyət bildiyimiz kimi eradan əvvəl 2-ci minilliyin sonlarında demək Mikena mədəniyyətinə Dori tayfaları son qoymuşdur.
Hellerven diaqramında paleolit, mezolit və neolit dövrünün müqayisəsi, insanların oturaq həyata keçməsi, bu neolit dövrünün xüsusiyyətidir. Neolit inqilabı sonrası demək, heyvanların əhləşməyə başlanması mezolit dövrünün xüsusiyyətidir. İlk sadə dini ayinlər demək, bu alt paleolit dövrünün azıq mağarasından tapılmış demək, heykəlləri sübut edir bunu. Demək, bu alt paleolitə aiddir. Ağıl insanın mövcud olması, ağıl insan üst paleolit dövrünə yaranıb və müasir dövrümüzə qədər mövcuddur. Bu, hər üç dövr üçün ortaq xüsusiyyətdir. Əmək alətlərinin daşının hazırlanması da həm paleolit, həm mezolit, həm neolit daş dövrünün mərhələləri olduğuna görə bu da ortaq xüsusiyyət hesab oluna bilər. 1C, 2B, 3A, 4D, B variantı. 50-ci suala baxaq, hadisələrin səbəb-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Sirdakka sazının imzalanması 1714-cü il imzalanmışdı, ikinci Sarqonla Ulusun arasında və müqavilənin şərtinə əsasən demək, Manna vaxtında Asturiyaya xərac ödəməli idi. Asturiya isə Manna torpaqlarını Urartudan geri alıb təhvil verməli idi, geri qaytarmalı idi. Bu doğru cavabdır. Qışın kəşf olunması, Kəmtunc kişi əməyinin tələbatının artması da bu deyir Kəmtuncda demək, kişi əməyinin ana xaqanlığının yerinə ata xaqanın yaranmağını göstəricidir. 2 də doğru cavabdır. Cavab 1-2. Digər variantlara baxaq. Ox və kamanın ixtirası mezolit dövrüdür. Qəbilənin yaranması üst paleolit dövrüdür. Ahşerin müstəqil siyasət yürütməsi eradan əvvəl 675-650 və o 2-ci Sarqonun Manna hücumu deyil, yazılmalıdır ki, Aşurbanipalin Manna hücumu 650. Əhalinin yoxsul və varlılara ayrılması, ibtizamə quruluşun möhkəmlənməsi deyil, dağılması olmalı idi. Sənətkarların içərisində tacirlər qrupunun ayrılması 3-cü ictimai əmək bölgüsünün xüsusiyyətidir. Bu bölgü isə son Tunc erkən dəmir dövründə baş vermişdir. Manna və Turukkilərə aid ümumi cəhət həm Manna, həm Turukkilər demək, Asturiyaya qarşı mübarizə aparmışdılar. Turukkilər eradan əvvəl 2-ci minillikdə, Manna isə müxtəlif dövrlərdə, məsələn, belə deyim, eradan əvvəl 843. Çünki Salmansar Asturiya hökmdarının hücumundan danışılan bir kitabə. 53-cü suala baxaq. Xronoloji müəyyən edin. Roma şəhərinin əsasının qoyulması eradan əvvəl 753, Qavqamela döyüşü eradan əvvəl 331, Romada Respublikanın qurulması eradan əvvəl 509. Ardıcılığa əsasən burada 1, 3 və 2 doğru cavabdır. Verilənlərə aid olduğu xəritədə müəyyən edin. Pinçey şəhəri yaxınlığında Hunlara məğlub olmuşdur. Çindən söhbət gedir 200-cü ildə. 3-cü əsrdə Havati dövlət birləşdirilmişdir. Bəli, Sin Şuhan tərəfindən, Sin sülaləsi tərəfindən və eramızın ilk əsrlərindən üsyana baş vermişdi. Bu da Qırmızı Qaşlar üsyanıdır. Xəritəyə baxsaq, xəritədə Çin 4 olaraq qeyd olunub. 2 kimi göstərilən yer Hindistandır. 3 kimi göstərilən ərazi Rusiyadır. 1 kimi göstərilən ərazi indiki Türkiyə, Ön Asiya, Kiçik Asiya əraziləridir. Haratda dövlət qurumunu, demək, 54-də doğru cavab oldu 4. Çin. 55-ci suala bax, Aratlar dövlət qurumuna aid olanları müəyyən edin. Ensi rütbəsi daşıyan hökumət idarə olurdu. Bəli, eyni ilə Şumerlərdə olduğu kimi Aratlarda bu xüsusiyyət var idi. 3-cü min sonlarında deyil, 1-ci yarısına yaranmışdır əvvəli. Dini idarənin başında Maşmeş adlanan kahin dururdu. Bu da doğru cavabdır. Çox tanınan göstərici idi. Demək, Akka dövləti ilə mübarizə aparmışdır. Aratda mövcudluğu dövründə Akka dövləti hələ yaranmamışdır. Mübarizə apara bilməz. Bu Əlqablar mədəniyyəti formalaşdığı dövrə aiddir. Bu Orta Tunc dövrünə nəzərdə tutulur. İlk şəhər məskənləri Orta Tuncda yaranıb, bəli. 2-ci İmadatın ayrılması erkən Tuncun 1-ci ictimai bölgüsünün nəticəsidir, aid olmaz. Yeni təsərrüfat sahələri, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq, bəli, Orta Tunc bu Əlqablar mədəniyyətinə aid xüsusiyyətdir. Toxuculuğun yaranması neolit dövrüdür. Demək, bu da bu Əlqablar mədəniyyətinə aid deyil. Mikrolit əmək alətlərindən ilk dəfə istifadədə mezolit dövrünün xüsusiyyətidir. Götürə bilmərik. Cavabımız 1-3. Uyğunluğu müəyyən edin, Solon Perikl. Borca görə qul edilən Afinalar azad edildi. Solon islahatı ilə, bəli, eradan əvvəl 594-cü ildə 1A. Xorneo döyüşü eradan əvvəl 338-ci ildə baş verib. Həmin döyüşdə Makedoniyalılara, Yunanlar üz-üzə gəlmişdir və orada 2-ci Filip qalib gəlib. Bu heç birinə aid deyil. Kəndlərin borcları ləğv edildi. Bu da Solon islahatının xüsusiyyətidir. Bütün vətəndaşların idarəsində iştirak genişləndi. Periklon dövrü eradan əvvəl 5-ci əsr xüsusiyyətidir. Demək, variantı 2-yə aiddir. Drakon qanunları qəbul edilir eradan əvvəl 7-ci əsrdə. Bu isə Solon islahatından öncə baş verdiyi üçün heç birinə aid deyil. 58-ci sual üçün öncə mətni oxuyaq, onunla tanış olaq. 1-ci Daranın oğlu Kserks atasının Yunanistanı işğal etmə niyyətini həyata keçirmək istədi. Sparta hökmdarı Leonidin başçılığı ilə Yunan orduları Orta Yunanistana gedən yolu ələ keçirdilər. Kserks Fermopolə yaxınlaşaraq Yunanların yanına elçilər göndərdi ki, onlar təslim olsunlar. Leonid təslim tələbini rədd etdi.
Əhəməni qoşunu 2 gün həmlə etdi. Qeyri-bərabər döyüşdə Leonid və döyüşlər həlak oldular. Əhəmənilər Orta Yunanistanı ələ keçirdilər. Demək, 58-ci sualda mənbədə hansı döyüşdən bəhs edilir, qeyd edin. Biz bildiyimiz kimi burada elə eyni adlı, keçidən adlı olaraq Fermopil döyüşündən danışılır. Bu döyüş eradan əvvəl 480-ci ildə baş vermişdir və 59-cu suala baxın, İtara birliklərinə əsasən mənbədə bəhs olunan tərəflər arasında baş verən müharibənin, yəni Yunanlarla Əhəmənilər arasında baş verən müharibənin gedişində Yana İttifaqın adını qeyd edin. Bildiyimiz kimi 5-ci əsrdə Afina dəniz ittifaqı yaranmışdı ki, bu ittifaq 30 ilə qədər bir müddətdə birləşərək, demək, digər Yunan şəhərlərinə birləşərək qələbəni təmin etmişdi. 60-cı sual, mənbədə bəhs olunan müharibənin ümumi olaraq bitməsi nəticəsində imzalanmış sülh müqaviləsinə aid 2 şərti qeyd edin. Plateya döyüşü yerdən əvvəl 479-cu ildə baş verdikdən sonra 30 ilə qədər müharibə fasiləni davam etdi. Konkret desək, yerdən əvvəl 449-cu ildə Əhəmənilərlə Yunanlar arasında sülh bağlandı. Və bu sülhün bizə 2 şərtini soruşur. Birinci şərt deyə bilərik ki, demək, Əhəmənilər Yunan şəhərlərinin istiqlaliyyətini tanıdı. İkinci olaraq da qeyd edə bilərik ki, demək, Egey dənizində üzmək Əhəməni ordusuna qadağan olundu. Əhəmənilərə qadağan edildi. Bu qədər. Kanala abunə olmağı, rəy yazmağı, videoları bəyənməyi unutmayın.